Salam hörmətli izləyicilər, bugün sizə fizika fənnindən biz Ohm qanununun izahının, praktik izahının necə olduğunu göstərmək istəyirik. Güman edirəm ki, hər kəsin bu təcrübə xoşuna gələcək. Normalda insanlar, şagirdlər, yəni bəlkə də müəllimlər çox vaxt belə deyək, Ohm qanununun praktik nəzəriyyəsinə çox üstünlük vermir. Çünki hər yerdə belə deyək, bu ləvazimatlardan rast gəlmək olmur. İndi isə mənim məqsədim odur ki, yəni biz Ohm qanununun nəzəriyyəsini biz bilməyimizə baxmayaraq, bizi izləyən hər kəsə bunun praktik gedişatı necə olur, onu göstərdim. Və hər kəs ekran başında bəlkə görür ki, deməli, bu üsulun üzərində biz artıq bu təcrübənin cihazlarına bir-biri əlaqələndirə qurmuşuq və indi mən bu cihazların hansılarının daha çox belə deyək, istifadə olunması barədə sizə məlumat verəcəyəm. Məsəl üçün, hal-hazırda gördüyünüz, siz baxırsınız, sizin sağınızdakı bu cihaz transformator adlanır. Transformator niyə görə qoşmuşuq? Siz əgər bizim bu təcrübədən istifadə edəcəksinizsə, batareyadan, 9 voltluq batareyalarla da həyata keçirə bilərsiniz. Çünki bizdə bu transformator olduğu üçün biz ondan istifadə edirik. Və sonra gördüyünüz buradakı bu cihazın adı lampadır, fizikada lampa. Gördüyünüz bu cihazın adı isə deməli elektrik açarıdır. Və elektrik açarda bildiyiniz kimi evlərdə, məsəl üçün, hər kəsin evində olan deməli rubinlik deyə bilirsiniz, avtomat deyə bilirsiniz və bu kimi belə deyək, yerlərdə istifadə olunur. Və gördüyünüz hər kəsin diqqətini ekran başına çəkən bəlkə bu cihazdır. Həmən bu cihazın adı riostat adlanır. Yəni riostat deməli vasitəsilə biz Ohm qanununu həyata keçirəcəyik. Və gördüyünüz qırmızı və qara rəngli naqillər isə birləşdirici naqillər adlanır. Və o naqillər vasitəsilə biz Ohm qanununun praktik gedişatını həyata keçirmək üçün cihazları bir-birinə əlaqələndirmişik. İndi isə mən sizə Ohm qanununun praktikasına başlamamışdan əvvəl sizə ilk öncə nəzəri olaraq qısa bilgi verəcəm. Deməli, burada yazılıb I bərabər U bölünsün R. Deməli, Ohm qanunu I bərabərdir U bölünsün R düsturu ilə hesablanır. Və I həmən bu naqillərdən axan cərəyan şiddətidir. U isə gördüyünüz transformatordakı yaranan gərginlikdir, elektrik gərginlikdir. R isə müqavimətdir. Müqaviməti isə həmən əlimi qoyduğum bu cihaz vasitəsilə tənzimləyir, artırıb, azaldırır. Yəni, bu da bu naqillərin içərisində müşahidə olunur. Və şagirdlər onu sizə çatdırır ki, gördüyünüz bu I cərəyan şiddəti Ohm qanununa görə müqavimətlə tərs mütənasibdir. Yəni, bu deməkdir ki, gördüyünüz bu məxrəcdəki R, yəni müqavimət artanda gördüyünüz bu I cərəyan şiddəti azalır. Və müqavimət azalanda isə cərəyan şiddəti artar. İndi bu dediklərimizi biz bugün həmən bu təcrübəyə tətbiq edəcəyik. Və siz burada həmən təcrübəni görəsiniz ki, həqiqətən bu reostatla biz müqaviməti tənzimləyərkən lampanın parlaqlığı artıb azalacaq. Birazdan onu müşahidə edəcəksiniz. İndi isə gərginliyə gələndə, gərginlik də artanda deməli, cərəyan şiddəti artar, gərginlik azalanda cərəyan şiddəti azalır. Amma müqavimətin sabit qiymətidir. Və cərəyan bir qısa bilgi olaraq, təkrar olaraq, növbəti bilgi olaraq deyim ki, cərəyan şiddətinin vahidi amperdir, beynəlxalq sistemdə əsas vahidlərdən biridir. Gərginliyin, yəni transformatorda olan gərginliyin vahidi voltdur. Müqavimətin vahidi deməli, Ohm qanunu kəşf edən onun öz adına, öz şərəfinə və müqavimətə vahid verib, o da Ohmdur. Və indi isə biz, deməli, mən sizə Ohm qanununun təcrübəsini həyata keçirməyə başlayayım. Hər kəsin diqqəti burada olsun ki, birinci iş nədən başlayır? İndi isə şagirdlər start verdik Ohm qanununun praktik gedişatına. Gördüyünüz kimi şagirdlər bu riostat, yəni riostat açar. Və buradan mən sizə göstərirəm ki, siz açarın necə olduğunu görəsiniz. Və gördüyünüz kimi bu açar hal-hazırda açıqdır. Yəni o anlama gəlir ki, bu ümumilikdə elektrik dövrəsi adlanır. Yəni, hal-hazırda onu deyə bilirik ki, fizikadakı oxuyursunuz nəzəriyyələrdə, məsələn, Ohm qanununda, cərəyan şiddəti mövzularındakı elektrik dövrəsi açıqdır. O deməkdir ki, burada açar hal-hazırda açıqdır.
açıq olduğu üçün dövrə açıq qalır. İndi isə mən açarı belə deyək, bağlayıram, yəni dövrəni qapıyıram. Yəni biz buna dövrəni qapamaq deyirik. Qapayan zaman görürük ki, hal-hazırda lampa işıqlanır, yəni parlaqlıq yaranır. Və indi biz sizə sual yarada bilər ki, cərəyan şiddəti burada hardan hara axır? İndi mən onu deyəcəm sizə ki, cərəyan şiddətinin axmasını görməniz üçün deməli birinci nəyə diqqət etməlisiniz? Cərəyan mənbəyinə. Yəni ya sizdə 9 voltluq batareya və ya 12 voltluq batareya ola bilər, ya da ki transformatorla ola bilər. Yəni bəzi yerlərdə istifadə olunan power supply deyə bir cərəyan mənbəyindən istifadə olunur. Və biz əgər transformatorla və yaxud digər cərəyan mənbələrdən istifadə olunursa, cərəyan hal-hazırda siz izlədiyirsiniz, sizin sağınızdan belə deyək, dövrü axır. Dövrü axan zaman və həmən cərəyan gəlir riostata. Bir hissəsi riostata gəlir. Riostata gələn zaman biz görürük ki, şagirdlər, hər kəs görür. Riostatın bu hissəsi həmən riostatın içərisində olan naqilin uzunluğudur. Əlimə qoyduğum bu hissə. Yəni gördüyünüz bu qara hissə riostatın sürtküsü adlanır. Buna riostatın sürtküsü deyilir. İndi mən riostatın sürtküsünü hərəkət etdirəcəm. Riostatın sürtküsü həmən riostatdakı naqilin uzunluğunu göstərən hissədə hərəkət edir şagirdlər. Göstərən həmən uzunluğu göstərən hissədə. Yəni indi mən sizə bir düstur göstərəcəm. Həmən o düstur görərsiniz ki, həqiqətən riostatda aralarında tətbiq olunur. Məsələn, bu düstura diqqət etsək, deməli bildiyiniz kimi 10 qanunundakı i-dən və u-dan asılı deyil. Amma r-in də asılı olduğu kəmiyyətlər var. Həmən kəmiyyətlər nələrdir? R-in asılı olduğu kəmiyyətlər maddələrin materialları. Məsələn, xüsusi müqavimət. Rho vurulsun, el bölsün, s üstünü hesablandığı üçün rho belə deyil, riostatdakı maddənin materialı, ona xüsusi müqavimət deyirlər. El isə naqilin uzunluğu, yəni bu qara hissəni görürsünüz. Bu qara hissəyə fizikada sürtkü deyirlər. Yəni riostatın sürtküsü. Bu sürtkü belə deyək, hərəkət edir, sağa sola hərəkət edir və oradakı o naqilin uzunluğunu göstərir. S isə bildiyiniz naqilin əhatə etdiyi sahə. O hardadır? Riostatın içərisində gördüyünüz kimi sarğılı, yəni deməli sarınan naqilin sahəsini göstərir. Sarınan naqilin sahəsi isə pi l kvadratı, yəni s bərabər pi l kvadratı, yəni kütlənin düsturundan istifadə olunub hesablanır. Deməli bildiniz ki, naqilin müqaviməti, yəni deməli naqilin materialından, ondan sonra naqilin uzunluğundan, bir də naqilin sahəsindən asılıdır. Uzunluğu ilə düz asılıdır, sahə ilə tərs mütənasibdir, xüsusi müqavimətlə düz mütənasibdir. İndi bunu həyata keçsək bir baxış görək nə yarana bilir. İndi gördüyünüz kimi işıqlar söndü.